Ezop, quldur və tut ağacı. Təmsil. Quldur yolda bir insanı öldürdü. Qətli görənlər onun arxasınca gəldilər. Öldürdüyü insanı buraxıb, üst başı qan olan qatil qaçmağa başladı. Yolda onunla üzbəüz çıxanlar soruşurdular ki, sənin niyə üst başın, əllərin qan içindədir? O dedi ki, tut ağacına çıxıbmış və bu qan deyilmiş. Qatil durub bunları deyən zaman arxadan gələn insanlar ona çatdılar. Qatili ələ keçirib tut ağacında çarmıxa çəkdilər. Sənin üçün ölüm aləti olduğuma görə mən peşiman deyiləm, tut ağacı dedi. Axı sən insan öldürüb mənim adımı çəkmişdin. Bu təmsil ona anlatır ki, təbiətcə mərhəmətli olan insanlar onlara şər atanlara qarşı çox qəddar olurlar.